Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Yəni qabaqdan gələn mübarək Ramazan ayını qarşılamaq haqqında və Peyğəmbər sallallahu aleyhi və səlləmin və sahabələrinin və sələflərin onu necə qarşılaması haqqında qısa bir xatırlatma öz nəfsimə, sonra da sizlərə istəyirəm. Həqiqətən xatırlatmaq möminə fayda verir. Necə ki Allah subhanehu və teala buyurur: "Fəzəkkir fə innəz-zikra tənfəul müminin." Xatırla, həqiqətən xatırlatmaq möminə fayda verir. Və artıq bir neçə gün sonra mübarək, əzəmətli Ramazan ayı artıq qapımızdadır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayın gəlişinə sevinərdi və həmçinin sahabələrinə bu ayın gəlişi haqqında onları müjdələyərdi. Və buyurardı ki: "Cəəkum şəhru Ramazan." Artıq sizə Ramazan ayı gəlirdir. "Tuftahu fihi əbvabul cinan." Bu ayda cənnətin qapıları açılır. "Və tuğlaqu fihi əbvabun niran." Cəhənnəmin qapıları bağlanır. "Və tusaffadu fihi şeyatin." Şeytanlar zəncirlənir. "Fihi leylətun xayrun min əlfi şəhr." Bu ayda elə bir gün var ki, elə bir gecə var ki, 1000 aydan daha xeyirlidir. Və həmçinin sələflər bu ayı tövbə ilə, istiğfarla, Allah subhanehu və teala ilə əhdlərini təzələyərək başlayardılar. Və dua edərdilər ki, 6 ay öncə Allah subhanehu və teala onları bu aya çatdırsın. Və 6 ay sonra da Allah subhanehu və teala'dən bu ayı onlardan qəbul etməsini istəyərdilər. Və sələflərin dualarından gəlib ki, Allahım bizi Ramazan ayına sağ-salamat çatdır və bizlər üçün Ramazan ayını salamat eylə və qəbul olunduğumuz şəkildə Ramazan ayını bizdən al. Və bu ayın bir çox fəzilətləri vardır. Və mümin bu ayın gəlişi ilə sevinir. İmanı çoxalır. Necə ki sələflər bu ayda imanın ləzzətini öz nəfslərində tapardılar. Və bir çox xeyirlər də bu ayda baş verir. Qəzvələrin çoxsu bu ayda olur. Çünki bu ayda olmasının səbəbi odur ki, insan öz nəfsinə, öz şəhvəti arzularına qalib gəldikdə düşməninə də qalib gələ bilir. Bu ayda ən çox insanın, müminin boynuna düşən əməllərdən Qur'an-ı Kərimə sarılması. Çünki sələflər bütün əməllərini, bütün xeyir işlərini kənara qoyub Qur'an-ı Kərimə sarılardılar. Çünki Qur'an-ı Kərim bu ayda nazil olub. Necə ki Allah subhanehu və teala Bəqərə surəsinin 185-ci ayəsində buyurur ki: "Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an." Qur'an-ı Kərim Ramazan ayında nazil olunur. Bu ayın əsas sütunlarından olan oruc və orucu Allah subhanehu və teala bizlərə bu ayda vacib edib. Və bu orucu insan gərək yalnız yiyib içməklə yox, onu gözü ilə, qulağı ilə, bütün bədən üzvləri ilə bu orucu
gözəl şəkildə yerinə gətirsin. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mən ləm yəda' qavlə zuri vəl-amələ bihi fəleysə lillahi hacətun ən yəda' ta'aməhu və şərabə." Kim pis sözü və pis əməli kənar etməzsə, onun yeməyini, içməyini tərk etməsinə Allah subhanehu və teala'nın ehtiyacı yoxdur. Və təbii ki, bu ayın bir çox xüsusiyyətləri vardır. Bəzilərini xatırladıq. Qur'an-ı Kərimin bu ayda nazil olması, cənnətin qapılarının bu ayda açılması, cəhənnəmin qapılarının bağlanması, bu ayda Qədir gecəsinin bu ayda olması, bu ayda mələklərin yer üzünə ən çox nazil olduğu aydır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ramazanla Ramazan arasında günahlar bağışlanır. Və bu da onun xeyirli ay olmasına dəlalətdir. Və bu ayda əməllərin əcri daha da qat-qat verilir. Və sonunu da bir hədislə tamamlamaq istəyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu ayda "Mən sâmə Ramazanə imanən və ihtisabən ğufira lehu mə təqaddəm min zənbi." Bu ayda kim imanla və Allah subhanehu və teala'dan əcrini Allah subhanehu və teala'dan istəyərək oruç tutarsa, keçmiş günahları bağışlanar. Və Allah subhanehu və teala bizləri Ramazan ayına müvəffəqiyyətlə çatmağa bizlərə müvəffəq etsin. Və Allah subhanehu və teala bizləri dinində sabit etsin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed.